Ozdevo Bakı Avto ölümsüzləri təqdim edir. Xalid elə çox fikirli gəzir. Heç özünə heç nəyi sığışdıra bilmir. Nə ailə gözünə baxır, nə anaya baxır, nə uşağa baxır. Onun fikri, xəyalı vətənidir. Şəhidlərin 7 günü idi. Şəhidləri yad eləməyə gedəndə ilk dəfə olaraq Xalid Quliyev ürəyini mənə orada açdı. Və mən qəribə oldum ki, bu yerdə könül açılmaz axı. Amma bugün düşünəndə ki, bu hamısı alnımızın yazısıymış. Deməli, bizim həyat quracağımız tale də zaman gələcəkmiş, şəhid olacaqmış. Xalid Hüseynxanoğlu Quliyev. Doğum tarixi 9 sentyabr 1962-ci il. Doğum yeri Bakı şəhəri. Orta təhsil Bakı şəhəri 62 nömrəli orta məktəb. Ali təhsil Politexnik Universiteti. Son iş yeri Təhsil Nazirliyinin nəzdində təcrübə sınaq zavodunun baş direktoru. Döyüş yolu Qarabağ ərazisi Ağdam, Aranzəmin, Pircamal, Naxçıvanik, Şelli, Manikli. Şəhid olduğu tarix 10 iyul 1992-ci il. Status Qarabağ torpaqları uğrunda şəhid. Yox, yox, yox. Fikirləş cavab ver də. Yox, yox, yox. Son fikrindir ya. Aha. İşləndirmə məni, yaxşı fikirləş və cavab ver mənə birdən. Hə, yox. Niyə istərsən deyirəm yox. Deməli yox. Yaxşı. Sağ ol. Yaxşı da Xalid, zarafat edirəm. Bu boyda zarafat olar. İndi zarafat elədim də səninlə. Oran görürsən. Görürəm. Gəl bir maraqlı bir əhvalat danışım sənə. Buradan keçəkdim. Gəl burada oturaq. Gəl. Dədə-babadan adət-ənənəmiz var. Evlənmək istəyən oğlana balta verirlər və deyirlər ki, odun doğra. Necə deyirlər, adət-ənənə ilə, hə? Əvvəl nişan, sonra toy. Doğrudan? Balta olsaydı ay odun yarardım ha. Yarardın?
Mənlə hər gün məşqə gedərdi, hər gün konsertlərə gedərdi və elə bir gün olmazdı ki, mənsiz, yəni mən onsuz işə gedim. Bir neçə gündən sonra deməli qapı döyüldü, o işdə idi. Və bir hərbiçi gəldi qapıya. Kimdir? Hərbi komissarlıqdandır. Quliyev Xalid Hüseynxanoğlu gilin evidir. Salam xanım. Salam. Binada yaşayan kişilərin ehtiyac siyasını tuturuq. Zəhmət olmasa bura imza atın. Nəyə görə? Qarabağda vəziyyət çox ağırdır. Ola bilsin rəsmi olaraq müharibə elan olunsun, hamımız gedək. İndi gedəcəklər müharibəyə? Yox, hələ indi getmirlər. Ola bilsin ki, çağırsınlar, hamımız gedək. Bura tüməkmi sənin? Buradan. Buyurun. Çox sağ olun.
Oğlum. Aybəniz, sesin niyə titrəyir? Heç elə belə. Nə olub sənə? Mənə heç nə olmayıb. Yox. Bəlkə uşağa nəsə olub? Narahat olma, uşaq da yaxşıdır. Bəs onda nə olub? Evə gələrsən danışarıq. İstəyirsən ürəyin partlasın? Yox ya, Allah eləməsin. Niyə elə deyirsən? Onda de görüm nə olub? Bir nəfər hərbi komissarlıqdan gəlmişdi. Binada yaşayan kişilərin siyasını götürürdü. Və dedi ki, Qarabağda vəziyyət ağırdır. Müharibə nə vaxt rəsmi elan olunsa, onda hamımız Qarabağa gedəcəyik. Mən də deyirəm nə olub? Lazım olar gedərik də. Hara gedərsən? Məyər biz müharibəyə gedənlərdən artıq? Yaxşı da Xalid, bəs də zarafat elədin. Bu nə sözdür sən deyirsən? Nə isə, gələrəm evdə danışarıq. Sağ ol. Hələlik, sağ ol. Salam. Bu nədir? Gedirəm də. Hara? Cəbhəyə gedirəm. Ora niyə gedirsən ki? Daxili qoşunların xüsusi təyinat dəstəsinə yazılmışam. Gedirəm savaşa. Yaraşır. Yaraşmır. Sabah səhər saat 6-da zəngi qoy mənə oyat. Cəbhəyə gedirəm. Yaxşı? Turquzu verəməyəcəm. Danışma. Gedirəm. Yadımıza. Yox. Gözümə yuxu getməyib. Elə hey sənə baxmışam. Niyə? Nəsə mən elə gəlir ki, səni son dəfədə görürəm. Zəng niyə çalmayıb? Mən söndürmüşdüm. Niyə? İstəmirdim gedəsən. Heç nə başa düşmürsən. Mən getməyim, o getməsin. Bəs kim getsin? Biz benim bir qeyrət eyik. Git bir çay hazırla. Tunari, şunari, berari, la. Kunari, berari, şunari, la.
Ha? Komandir, əla səsin var. Oxuyacam. Qoy bunları qıraq qutaraq sonra. Ha, demək, o günləri gecə zat bu gec musulmanlardan biri. Görürəm başını soğub belə səngərə. Ha, dalından xəbəri yoxdur. Amma belə atır. Nişan aldım dalından, pat. Vurdum, bir də gördüm tap, getdi. Komandir, Ha, eşitdiyimə görə sabah qonşu kənddə Azərbaycanlarda toy var. toy? Ha, olsun da. Ne deyirsən, onlar bizim qulağımızın dibində nağara çalsınlar, biz də tamaşa edirik, ha? Komandir, Ha, Azərbaycan toylarında əla yeməklər olur. ha? Nə yemək, ha? Kəs görüm, yemək vaxtıdır. Yeməxi sonra yiyərik, deməli belə. Hamı silahlanır, giririk toya. Patladırıq, daldırıq, sonra da o gəlini. Gəlini götürüb gətiririk bura, ha? Komandir, Ha? gəlin gələndən sonra bu əsirlikdə qız nə olacaq? Rodik! Onlar mənlikdir ikisi də, ona sonra baxarıq. Komandir, bəs biz, qoy bizə də bir şey qalsın da. Saxla görüm, ha? Bizə də qalsın. Siz də sonra. Komandir, Ha? birdən orada silahlı düşmən olar. Vay olsun, ha? Nə silahlı düşmən? Mən kəşfiyyata getdim, heç bir problem yoxdur. Yaxşı, siz oturun burada. Mən gedim görüm o əsirlikdəki qız adı. Komandir, bəs biz? Ha, kəsin səsinizi. Avtomatı qoyar. Oturun burada. Gedim baxım görüm o qız hardadır. Eli! Eli! Bada! Eşitmir məni. Oradasan? Sən nənəm? Eşitmirsən? Gözdə gəlirəm. Oradasan? Eşitmir məni. Haradasan? Sana indi bir kaset vereyim ki yadından çıkmasın. Otur Mehmet'a. Daya görüm. Daya görüm. Alçaq, toxuma mənə. Cəhənnəm. Daya görüm. Nə var, nə yox? Niyə tez qayıtdın məzəntdən? Dözmürəm. Alın burada qardaş.
Bilirəm, siz burada döyüşürsünüz. Görürəm evə bir gün, 2 gün. Qayıdıb görürüm. Xarıq evdə vəziyyət necədir? Yaxşıdırlar. Yaxşı olsun. Körpə necədir? Görmürəm ki onu da. Niyə? Fani dünyadır. Hə Cavit? Qalacaq, qalmayacaq. Məncə alışmasa yaxşıdır mənə. Xəbərlərdə qulaq asın, Naxçıvan yəqin olur. Aldılar. Ha, İsmail'lə Hamid gözümə dəymir. onlar kəşfiyyatdadır. Deməli sabah savaş var. Bayrağı özüm taxacağam Naxçıvan yəqin. Xali, sən bizi xüsusi təyinata qoşandan sonra bizim döyüş əməliyyatlarımız uğurlanır. Sən ayağın bizə düşür. Yaxşı səndə. Onun ayağı yox, əli də bizə düşür. Yaxşı, yaxşı, tərifləmə məni. Abi deyil İsmail Hamid. İgidlər! Kəşfiyyat necə keçdi? Kəşfiyyat uğurla başa çatdı. Sabah hücum edirik. O dığaların canını alacaq sabah inşallah. Dura gedək savacı döyüşə hazırlaşaq da. Gedək. Gedək hazırlaşaq. Gəl. Gün dolandı dağı taşı, dinmiyor gözümün yaşı. Gelin eyle tez günde ayırdı felek. Silahları at o. Tutun bu alçağı. Var yedi. Məni vurma. Ne olar? Aha. Sən əsirlikdə qadın saxlayırsan, hə? Mən... Hə! Yox! Elim mən yox! Bax ya! Vurma! Qurban olum! Harada saxlayırsan qadını? Qurban olum! İstəyirsən göstərim, ha? Ne göstərim?
Göstərim. Tez elə! Yaxşı eli. Göstərim. Burada. Burada. Orada da. Orada. Burada. Məni vurma. Məni vurma. Mən yox. Eli. Hə? Məni. Vururam sana, hə? Mən yox. Hə? Ara. Eli. Mən vurmadım axı. İstəyirsən kızdan soruş, ha? Ha? Qurban olum. Axı mən heç şey eləmədim. Quran haqqı. Bacı gəl bura! Sən kişi tərəfindən vurulmağa da layiq deyilsən. Vur bunu. Vurma. Qurban olum. Axı mən heç şey eləmədim. İt oğlu it. Çağırmışsınız komandir. Ya Xalid, burada şəhid olanların siyasi var. Bunlar çatdırarsız həmin ünvanı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Oldu komandir. Son döyüşündən öncə evə gəldi. Mənə də demədi. Siz demə, meyit gətirib Bakıya. Bir maşın. Bunu sonra mənə əskər yoldaşları danışdı. Aybəniz çay nə oldu? Xəlid, bəlkə bir gün də qalasan. Sən heç bir sənə danışsan, Ağdərədə qanlı döyüşlər gedir. Mənim o oğlanlarımızdan neyim artıqdır ki? Uşaqlarla söz vermişik ki, vətən uğrunda, millətimiz uğrunda son döyüşə qədər döyüşəcəyik. Getməliyim. Bəs bizim balamız? Mən balamızdan narahat deyiləm. Onun sənin kimi anası var. Xəlid, qurban olun, getmə. Xahiş edirəm səndən. Baxarsan, sənin Xalidin qəhrəman qayıdacaq. Özdə həmişə gələndə elə gəlirsən ki, uşaq heç səni görmür. Heç olmasa onun gözdəki dursun yuxudan, səni görsün. Aybəniz, mən bilə-bilə elə gəlirəm ki, o məni unutsun, alışmasın mənə. Heç biri sənlə danışsan? Bu sən evladındır, sən onun yanında olmalısan. Aybəniz, səndən bir xahişim var. Yerinə yetirərsən. Nə xahişdir? Hə, yox. Eləyərəm. İşte başıma bir şey gəlsə və yaxud da ki, ölsəm, qəbrim üstündə nə gəlməz olduğum hansını oxuyarsan? Çox gülməlidir.
Neyse. Getməliyəm. Balamızı sənə, səni isə Allah'a tapşırıram. Xalid, getmə. Xalid, qurban olum getmə. Bu pis əlamətdir, bilirsən. Yox, getməliyəm. 6-cı gün gələcəm. Sənə söz verirəm. Həmişəlik gələcəm. Quran köməyimiz olsun. Baxa görək nə xəbərlə gəlir? Uşaqlar, nə oldu? Birinci batalyon əsgərləri mühasirəyə çıxıb, bir nəfər BRDM sürən lazım ki, gedək onları xilasıya. Kim BRDM sürə bilir? Mən sürə bilirəm. Doğrudan? Harada öyrənmisən sən? Almaniyada tankçı olmuşam. Mühasirədə neçə nəfərdir? Bir nəfər. Ağdərdə harada? Manikildə. Manikildədir. Təkdir mühasirədə. Gedək onda.